Mənim bütün səyahət vloqlarım Bravo'da başlayır bir qayda olaraq. Əslində yox, elə deyil. Neysə, biz bugün Qobustana gedirik. Qobustana heç vaxt getməmişəm və ilk getmə məqsədimiz yerində dayanıb danışa bilməm yox. İlanlarla tanış olmaqdır. Bələdçidən əlavə yanımızda bir dənə də herpatoloq olacaq. Herpatoloq nədir deyə soruşsaz. Herpaton Yunan dilindən tərcümədə sürünən heyvan, logos da elm deməkdir. Yəni peşəkar bir şeydir, turdur. Zaten ona görə razı oldum getməyə. Bizi sığortalayıblar. Dünən sığorta göndərdilər bizə bir günlük. Biz bir qorxduq nə baş verir deyə. Əslində sığorta olmasa qorxmalıydıq, amma buna baxın. Amma sığorta var deyə qorxduq, çünki niyə də? Dedilər ki, yox, bir qayda olaraq bütün turlarında olurmuş. Mən əslində almışam alacaqlarımı. Prosta nə aldığımı istəyirsinizsə göstərim. İstəyirsiniz? Ayaqdan birinci şəxsin cəmində danışıram. İnsanlar deyir ki, bu şizofrendir. Amma biz buyuq. Yox, çox sağ ol. Bir dənə bundan almışam. Əslində dünən özüm düzəldəcəkdim, amma çatdıra bilmədim. Bu ən sevdiyim növü deyil, amma sadəcə bu qalmışdı. Bir də orada çöllükdə birdən şəkərim düşər deyə bir-iki dənə şirniyyat götürmüşəm. Su götürmədiyimi xatırladım. Bir dənə onu da götürək, bu market vlogu çox olmağa başlayır. Göstərməliyəm. Bu mənim yol favorimdir. Marketdə bunu tapmayanda stres oluram yola çıxanda. 1 litr deyil, yarım litr də deyil. Çünki 750-dir. Və içməsi daha rahatdır yolda. İlanları özümüzdən aparırıq. Teleport elədiyimizi düşünməyəsiniz deyə yolda birinci saniyəlik videolar çəkdim. Çöllük də hələ ki var, bu nəsə görünmür. Bu arada tişörtümün bu detalı mənim pionerlərə oxşadır. Gözü havaya baxın dedim sən də. İzcik qızım gedir. Sehirli xalatdakı pionerlər deyəcəkdim. Sehirli pionerləri sehirli xalatdan tanıyan nəsil olaraq. Sonra yadıma düşür ki, sehirli xalata özəl bir şey deyil o. Sizin çubuqları var. Yox, derim ehtiyacımız olmaz. Kameramı etacidar eləyəcək bugün. Şu an almağa çalışıyorum. Bu arada bu çevir. Baxa bilərəm. Bu Çində tez-tez kofe aldığımız yerin stikeridir. Zibil qabı üstü rəsmlər. Zarafat eləməliydim. Burada bir ceyran var. Yox, Bambi deyil. Məncə ad tapa bilər yana. Bambi olmayan bir ad. Belə bir düzənliyə girdik. Yılan axtarırıq, ciddi. Bəlamızı axtarırıq. Deyilə bilər. Gəl, pisi. Əsasında gürzələrdir, bir də zınqrovlu ilan var. 6 ay. Bir növdür, o da alış zonasında yerləşir. Yəni, ora səyahət eləsəz, Lənkərandır, Astaradır, yardımlıdır. Orada ehtiyatlı olun, otluq ərazisində çox olur. 70-80 sant uzunluğunda, belə deyək, quyruğunda zınqrovu var. Adam görən kimi yerə bərk çırpır. Yəni, nəzərə almasınız elə bir taqqıltını, yəni o sizi sanca bilər, ölümlə də nəticələnir. Yəni, ilan qaçmaq üstünə gəlirsə, qıvrılmağa başlayırsa, deməli, döyüş vəziyyətini alır. Yəni, istənilən halda siz ondan cəld ola bilməyəsiniz. Əgər, belə deyək, vərdişkar ilan tutan deyilsinizsə, yəni ehtiyatla və yaxud da ki, ilan tutmaq üçün vasitələr var. Sırf yəni ondan məşğul olmaq ən rahat vasitələrdən biri qarmaqlardır. Yəni, bunun necə istifadə olunur? Yəni, gördüyünüz kimi baş hissəsi qısqacdır, qol hissəsi var, ilan tutandan istifadə olunur. Zəhərsiz də var, zəhərli də var. İlan var çantasında. Təlimləri zəhərlinin üstündə keçirən mənim buraxmam olur. Fikir versəz, ilan tutanların orta hissəsi boşdur və bunun qarmaq kimi üstü var. Bu sıxılan zaman formada bağlıdır. Bəzən adam elə gəlir ki, bu qayıtı ki, bunu kəsəcək olur. Amma elə deyil. Sürünənlərin əsas ilanların ök qəfəsi yoxdur.
döş qəfəsi olmadığına görə onların sıxılması mümkün deyil. Biz sıxan zaman onun daxili orqanları boşluğa keçir. Döş qəfəsi olmadığına görə zədələmirik, qabırğalar avtomatik açılır. Təbiətdə də əgər daha çox müşahidə edirsiniz. Diqqətlə baxsaq görərsiniz ki, bəzi yılanlar belə sətə yaxın. Əsasən də oktyabrda, mart aylarında daha tez olur. O nəyə görədir? Bütün səthini genişləndirir ki, nə qədər günəş enerjisi var, qəbul eləsin. Günəş enerjisi də sürünənlərə daha çox vacibdir deyə görə insan kimi onların da ən çox vacib olduğu vitamin D vitamini. D vitamini çatışmamazlığı onlarda ətrafların qırılmasına səbəb olur. Məsələn, ilanlarda quyruq qopur, Ortaq nöqtələrimiz var. əl ətrafları qırılır, quyruqlar qırılır, vitamin çatışmamazlığı. Quyruq hissəsindən tutduzsa, sadəcə olaraq qaldırmaq lazımdır yuxarıya. Ki o hərəkətsiz vəziyyətə gəlsin. Baş hissəsi hərəkətsiz vəziyyətdə. Ki onu quyruğa görə istinad verir. Quyruğu tutub yerdə saxlasaq, o yenə quyruğa istinad verib qalxacaqsın üstündə. Tutdunuz quyruq hissəsini, tapmışsınız belə, avtomatik qaldırın yuxarıya. Bir 20-30 santi qaldıran ki, ilan avtomatik başını salacaq aşağı, yəni sizə qarşı aqressiv olmuyor. Yəni üsuldur. Yəni bu demək olar ki, əvəz olunmazdır. Yəni bunu heç bir ilan tutmaz. İçində ilan var. Qarmaq və ilan. Güman edirəm ki, burada yəqin çox heç kimdə, heç bir yanında olmayacaq hardasa olan təbiəti. Bəs görsək ilan qabağımıza hücum etmək İlan biz neyik? əgər qıvrılırsa qaçmağa ehtiyac yoxdur. Qıvrılır da özü üçün, o özünün müdafiə üçün qıvrılır. Amma mən hücum Hücum eləmək üçündür. Qıvrılır sadəcə özünü müdafiə eləmək üçün. Və yaxud da çıxdınız, dediyim gibi ən çox nədir? İndi maraq ola bilər də, ilana baxmışsınız. Yəni, əllə tutmamaq şərtində, əlimizdə varsa, elənə, ilanı müşahidə edib, şəklini çəkmək istəyirsinizsə, sadəcə olaraq bundan çəkib eləmək. Hərəkət elədikcə, yarım zəhərli gedir. qorxma. Yəni, zəhərli, zəhərsiz fərqləri nədədir? İlk görünüşdə bundan bir-birini oxşar. Mənə də verərsən bir şey onu. Anası hardadır, anasına olur. Bir nəfər də tutsun da nə? Bravo. Uzağa getmədi. How was it? Bu necə fırlanır? Ay uşaqlar. Qaranlıq olan kimi yuxuya gedir. Yox, deyəndə prosta saatda. Niyə bir insan əlində sakitləşəsən ki? Yəni, vəhşi təbiət uyğun hərəkət deyil. Güvənt. Niyə deyil? İranı bebek milyatı tutsan. Aha, nə etmək lazımdır? Bunların başı üç bucaq deyil, zəhərli gürzədir. Suylarından fərqli olaraq iridir, fikir verirsiniz. Baş hissəsi, göz hissələri daha iridir. Gözləri vertikaldır. Hüsünkasına fikir verirsiniz. Heç bir şey, ancaq gürzələrə xas olan zigzag varidir. Diqqətlə baxın, dalğa vari hüsünkadır. Fikir verirsiniz, çox belə deyək, küt tutarır. Eyni zamanda da dip hissələrinə baxın, salat bir rəngdədir, açıq yaşıl rəngdədir. Bu gürzələrin əksəriyyətində belə olur. Adı nedir? Onun ildə ola bilir. Adı nədir? Adı nedir? İzalanmadan şəraitindən asılı olaraq. Adısı var. Onun adı gürzədir. Yaşını necə müəyyən edirsiniz? Elə yox da. Yaşın adətən Bir dəfə yeməksə yaşayır. Məsələn, bunu laboratoriya şəraitində normal saxlananda ən gec 3 ilə bu boyda olur. Amma Baxıb görünüşünü öyrənir ki, müdafiə eləyəndə özünü ona oxşatsın. yayılıb şey. Qorxuram. Yerə günəş enerjisi alır ki, yetərincə D vitamini qəbul edir. Ayda mən də belə eləməliyəm. Görürsünüz, hamısı xırda-xırda nöqtə Baxın, nöqtədir. fərqə baxın. Baxın. Gələcəkdə su ilanı öldürməyin. Gözünə baxırsınız, suylarının gözünə baxsa adam gözünə oxşuyur. Gürzənin gözlərinə baxırsınız. Gözlərin vertikallığına baxın. Hava vurdusa fişa. Xoşbəxt olursun. Bu ne moda mı? Hə, o dişlərdir. O gördüm. Yəni təbiətdə görəndə baş hissəsinə əsas fikir verirsiniz. Pulzuq. Hamısı xırda-xırda Elə pulzuq var. ağzından da bilinir, yəni Bəli, görürsünüz. bilinir yəni. Heç o qədər Burası detay. 1-2 dəfə təmas olun. Böyle yani. Aytacla bu ilan. Ad qoydun. Yarpaq. Adı yarpaqdır. Son 10 dəqiqədir bir yerdədirlər. Amma su ilə əlaqəsi olmaz. Bəlkə su ilə əlaqəli bir şey. Lotus.
Я богомол есть, его можно даже на руке подержать. Özümüzü seçirik və yarpağı. Aa, çok rahat aldık. Ayağımı biraz eğri çektim. Backpack mi çekebilmeyeceğim ama. Təşvik. Əlimdə, boynumda kamera çekebilirim. Oxşamadı bu sənə. Açkimi çekim. Gecə ninjaya oxşadı. Saçlarım. Mənim saçım belədir. Başka ne var bende? Boyun bağım. Bu başı normal çekti. At kuyruğumu bəyəndin. Ha. Hanı yarpaq? De. Yarpaq o boyda deyil. Necə edəcək nəsillərə səhv məlumat? Səhv məlumat göndərirsən. Bu da başıdır. Birində mən əlimdə çəkim gözlə. Bir yer. Bir yer. El ele tuturup. Qət eləməmişik ya ben. Səhv məlumat ötürürük. Deyəcəklər ki, qədimdə Azərbaycanda cəmaat əl-ələ gəzibmiş. Əslində belə Bu olmuyor. nerede böyle şardı öyle bir. Hə. Saçma niyə belə çəkdin? Külək burada ya. Hə, okey. Sen de kameran. Kameram budur bax, çəkə bilməmişəm. Başka bir boynundaki. Boynundaki şey geçiyor. Hə, scout şeyim. Aa. Cute. Cute. Ritmlə də o. Hərə biz bir risimlə vurursunuz. Timur akrep var içine. Bura bırakmayın. Başka akrepler. Burada Timur. Bu yılan işaresini. Bu şeydi də. Kung Fu Panda'dakı. Var özde şeydi Ceden Bak'taki. Muay Thai məskam. Ağırlık kaldırmasan eğer sen sümüklerinin içi bu cür daha büyük boşluklar olacak. Sümüklerin içinde hansı ki bu da daha onları kırılmağa meyillidir. Yo, alınır qəşəng bir ritmi. Hala. Tərcüməsi zordur. Geçmək olmaz. Çünkü ilan. Sigareti ayaqla tapdalamaq olmaz. Finally qayışdı rəsmlər. Aa bak bu burada var. Zigzag şekli. Getdikcə bu qadağaların sayı artır. Əllərimizi, ayaqlarımızı çöldə qoyub çıxmalıyıq, belə başa düşürəm. Marul. Yemişlər hepsini. Belə əslində çox deyə çıxıntılar, girintilər prosta. Hamısını nəyəsə oxşada bilmirik hal-hazırda. Birds.
yaşayırlar. Yəni öküzdü. Əfsus. Tapdıq. Biraz da dərinliyə gedək. Elə başa düşürəm ki, köhnə insanların ən çox sevdiyi ət öküz əti olub. Qədəmləri var. Simvolik şeyler var ya. Bu ne deməkdir? Məsələn 4A sinfi, 41A. Yoxsa. Bura ovçular sığınacağıymış. Son mezolit dövrünə ait. Bunlar nə olduğunu bilmək istəyirsiniz? Bakın bunlar. Gedək. Bunlar da baxın. Ha, tullanan yerdə çəkiblər. Deməli bunlar qadın təsvirləriymiş və qarınlarını belə yumru çəkiblər. Deyilinə görə ola bilər ki, hamilədirlər. Zaten qadın başqa cür gözləməzdim təsvir eləməklərini. Gör bir dənə meyvə yığan yerdə qadın çəkən var. Burada da tabii ki yine de hayvanlar. Okay. Böyle bir çöllükteyik bu arada. Yaşamın sonuna geldik. Bence buradan gəliblər. Bayağı belə şəkil seçici ovlaya qaça gəliblər. Sonra buradan tullanıblar heyvanlar arxasıca və ölüblər. Ona görə burada qurtarır məsəl üçün şey. Qayalar burada qurtarır. Səbəbi bu da həqiqətən. Ya okey, mən şəkildə. Peki. Bir update. Onlara baxdıq. Resimlərə baxdıq. İndi Palçıq vulkanına baxmağa gedirik, amma ola bilər baxa bilməyək, çünki çox yavaş yağırmış ora. Literally çox palçığıymış. Baxa bilməsək geri qayıdacağıq. Baxa bilsək baxacağıq. Baxın burada püskürüb. Bak şekillerini gördüğümüz hayvanlar diye bunlar. Tom ve Jerry. Bakın bu meşe pişiydi. Bu ev pişiydi. Leyla İsa. 5 manata qədər.